Günəşin maksimum və minimum düşmə bucağını hesablayırıq. Günəşin maksimum və minimum düşmə bucağı 90 çıxılsın alfa plus minus 23,5-dən hesablanır. Burada bizim alfamızı verib, yəni coğrafi enliyimizdən söhbət gedib, 30 dərəcə şimal enliyidir və mən yazacağım 90 çıxılsın 30 üstə gəl 23,5, bir dəfə də yazacağım 90 çıxılsın 30 minus 23,5. Plusla olan minimum düşmə bucağı, minusla olan maksimum düşmə bucağıdır. 90-dan 53,5-i çıxdığımız zaman 36,5 dərəcə qalır. Burada isə 90-dan 6,5 dərəcəni çıxdığımız zaman bizdə 82,5 dərəcə qalır. Deməli, Günəşin 30 dərəcə şimal enliyinə minimum düşmə bucağı 36,5, maksimum düşmə bucağı 82,5-dir. Nəzərinizə çatdırım ki, 0 və 23,5 dərəcə arasında yerləşən enliklərdə Günəşin maksimum düşmə bucağı 90 dərəcədir. Çünki Günəş onların üstündən hərəkət edir və ən yüksək onların başının üstündə olanda, yəni zenitdə olanda düşür. Bu da 90 dərəcə deməkdir. Belə məntəqələrdə sadəcə minimum düşmə bucağını tapacaqsınız, yəni ortaya plus qoymaqla hesablayacaqsınız.